19 aprel OTK-nın birinci qrupları üçün keçirdiyi blok sınaq imtahanında istifadə olunmuş sualların izahına baxırıq. Birinci sual: düzgün dördbucaqlı piramidanın hündürlüyü 7 cm-dir, oturacağının tərəfi isə 8 cm-dir. Bu piramidanın yan tilini, uzunluğunu tapın. Piramidanı təsvir etdik. Demək, piramidanın tərəfi 8-ə bərabərdir və hündürlüyü 7 cm verilib. Bizə lazımdır piramidanın yan tilinin uzunluğu. Demək, bu diaqonalını çəkəcək. Diaqonalı 8 kök altında 2-yə bərabər olacaq və düzgün dördbucaqlı piramida olduğundan tən ortaya düşəcək. Yəni, diaqonalın orta nöqtəsinə düşəcək. Diaqonal 8 kök altında 2, bura isə 4 kök altında 2-yə bərabər olacaq, çünki yarıya bölür. Və bizə yan til lazımdır. Yan tilin nə də el desək, onda burada düzbucaqlı üçbucaq alınır. Bu düzbucaqlı üçbucağa Pifaqor teoremini tətbiq etsək, eli təyin edə bilərik. L bərabərdir və yaxud L kvadratı bərabərdir 7-nin kvadratı üstə gəl 4 kök altda 2-nin kvadratı bərabərdir 49 üstə gəlinsin 4, 16 vur 2, 32. Bu da bərabərdir 81 edər. L bərabərdir kök altında 81, yəni 9, doğru cavab B variantı olar. İkinci sual: loqaritma 2 əsasından 7A olarsa, loqaritma 49 əsasından 8-i tapın. Loqaritma 49 əsasından 8-i 7 üstü 2, 2 üstü 3 şəklində yazırıq. 3 gəldi qarşıya özü kimi, 7-nin qüvvətindəki 2 isə tərsi kimi gəldi. Bu da oldu loqaritma 7 əsasından 2 bərabərdir. 2-də 3 vurulsun. 7 əsasında 2-nin də 1 bölünsün. Loqaritma 2 əsasından 7 şəklində göstərə bilərik ki, bunda qiyməti A-dır. Yerinə yazsaq 3 bölünsün 2A alarıq. Doğru cavab C variantı. Üçüncü sual ifadəsini sadələşdirin. Kompleks ədəddir. Kompleks ədədi cəbri şəkildə göstərmək üçün məxrəcin qoşmasına vuraq. Surət və məxrəci 1 çıxılsın i, 1 üstə gəlinsin i. Surəti də onda 1 üstə gəl i-yə vurduq. Deməli, alındı surətdə 1 üstə gəlinsin 2, üstə gəlinsin i-nin kvadratı. Məxrəcdə isə 1 çıxılsın i kvadratı. I kvadratı mənfi 1-dir, bunlar getdi. 2 bölünsün, 1 çıxılsın i kvadratı da bizə i kvadratı mənfi 1 olduğundan 2-ni verəcək. 2-lər getdi, i alındı. Bizdə isə i üstü, yəni bu ifadənin üstü 75-dir. Onda i üstü 75-i hesablamalıyıq. Biz də dedik ki, qüvvətdə kompleks ədədin qüvvətində 4-ə bölürük. Alınan qalığı qeyd edirik. 75-i 4-ə bölsək i üstü 3 qalar. i üstü 3 də mənfi i-yə bərabərdir. Doğru cavabımız i variantı oldu. Dördüncü sual: A ədədi bərabərdir kök altında 2 üstə gəl 1. Hansı aralığa daxildir? Deməli, kök altında 2-nin təqribi qiyməti 1,4. Onda A ədədi bərabərdir 1,4 üstə gəlinsin 1, yəni 2,4. Təqribi qiyməti 2,4-dür və biz bunu kvadratlar şəklində təyin eləyək, görək hansı aralığa daxil olur. Demək, A kvadratı bərabərdir 2,4-ün kvadratı 5,76. Demək, kök altda 3-ün kvadratı elədi 3, bu 4. 3-4 aralığına daxil deyil. Bu kvadratı yüksəltdi. 6-7, 6-7 aralığına daxil deyil. Bu 7-8, bu aralığa daxil deyil. Bu 8-9, bu aralığa daxil deyil. Kvadrata yüksəltdi. 5-6, 5-6, 5,76 da bu aralığa daxil olacaq. Demək, doğru cavabımız oldu B variantı. 5-ci sual: 3 üstündə 1 üstə gəl loqaritma 3 əsasından 5 çıxılsın x kiçikdir bərabərdir 36. Bunu belə göstərir. 3 vurulsun 3 üstündə loqaritma 3 əsasından 5 çıxılsın x kiçikdir bərabərdir 36. Hər tərəfin 3-ə bölsək, deməli alarıq 3 üstündə loqaritma 3 əsasından 5 çıxılsın x kiçikdir bərabərdir 12. A üstündə loqaritma A əsasından B, B-yə bərabərdir. Yəni 5 çıxılsın x-ə bərabərdir. 5 çıxılsın x kiçikdir bərabərdir 12-dən. Buradan da mənfi x kiçikdir bərabərdir. 5-i keçirdik o tərəfə 7-yə. X də böyükdür bərabərdir mənfi 7-dən.
Demək, x mənfi 7-dən böyük bərabərdir. Digər tərəfdən loqaritmanın qarşısındakı ifadə 0-dan böyük olmalıdır. Yəni 5 çıxılsın x böyükdür 0 olmalıdır. Buradan da mənfi x böyükdür mənfi 5, x də kiçikdir 5-dən. Deməli, 5-dən kiçik, mənfi 7-dən böyük ədədlər. 5 daxil deyil, mənfi 7 daxildir. Doğru cavabımız oldu Y variantı. 6-cı sual. A çıxılsın 1 bölünsün A 5-də 3 olarsa, A kvadratı üstəgəl 1 bölünsün A kvadratı ifadəsinin qiymətini tapmaq lazımdır. Bu ifadənin hər tərəfin kvadrata yüksəltdik. A çıxılsın 1 bölünsün A-nın kvadratı bərabərdir 5-də 3-ün kvadratı. A-nın kvadratı üstəgəlinsin 1 bölünsün A-nın kvadratı çıx. Birincinin, ikincinin hasilinin 2-misi. Bu ilə bizə 2-ni verəcək. Qarşılığı tərs olduğundan bərabərdir 25-də 9. A kvadratı üstəgəl 1 bölünsün A kvadratı bərabərdir 2 üstəgəlinsin 25-də 9. 25-də 9 surət və məxrəcini 4-ə vursaq 2 üstəgəlinsin %36. Bu da bərabərdir 2 tam %36. Doğru cavab D variantı oldu. Hansı münasibət doğrudur? A bəndi doğru deyil. C bəndinə baxırıq. Tangens 70 böyükdür kotangens 70. Bu da olacaq tangens 70 böyükdür tangens 20. Kotangens 70-in yerinə tangens 20 yazdıq. Tangens də bütün ədəd oxunda artan funksiya olduğundan tangens 70, tangens 20 dərəcədən daha böyük qiymət alır. Doğru cavab oldu C variantı. 8-ci sual. Bərabərsizliyinin tam həllərinin cəmini tapın. 3x üstəgəl 1 bölünsün x çıxılsın 2 çıxılsın 2 kiçikdir bərabərdir 0. Ortaq məxrəcə gətirdi. Ortaq məxrəc oldu x çıxılsın 2. 3x üstəgəl 1 çıxılsın 2x üstəgəlinsin 4. Mənfi 2-ni x çıx 2-yə vurduq. Mənfi 2x üstəgəl 4 kiçikdir bərabərdir 0. Buradan da aldıq ki, x üstəgəl 5 bölünsün x çıxılsın 2 kiçikdir bərabərdir 0. İntervallar üsulu ilə həll edirik. Köklərin qeyd elədik. Mənfi 5 daxil olan qiymətdir. Amma 2 məxrəcdədir deyənə daxil olmayan qiymət kimi qeyd elədik. Böldük intervallara. 2-dən sağda 5 qiymətini versək müsbət, mənfi, müsbət. Bizə 0-dan kiçik olan hissə lazım idi. 0-dan kiçik olan hissə mənfi 5 2 aralığıdır. Mənfi 5 daxildir, 2 daxil deyil. Tam həllərinin cəmi mənfi 5, üstəgəl mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0 və 1 tam qiymətləri daxildir bura. Mənfi 1 ilə 1 getdi, qaldı mənfi 5, 4. Bu da bərabərdir mənfi 14 ümumilikdə. Doğru cavab B variantı oldu. 9-cu sual. Tənliyin həqiqi köklərinin cəmini tapın. Demək, birinci hal. X böyükdür, bərabərdir 0 olan halda olacaq. X kvadratı çıxılsın. Modul x 0-dan böyükdür deyənə müsbət olaraq çıxacaq. Çıxılsın x üstəgəl 3x çıxılsın 3 bərabərdir 0. Buradan alırıq x kvadratı demək üstəgəl 2x çıxılsın 3 bərabərdir 0. Köklərini tapırıq. Hasili mənfi 3, cəmi mənfi 2 olan ədədlər mənfi 3 və 1. Hasili mənfi 3, cəmi mənfi 2 oldu. Biz isə burada şərtdə qeyd eləmişik, x 0-dan böyük olmalıdır. X 0-dan böyük olmalıdırsa, deməli buradan köklərin birini tapdıq. Köklərin biri 1-ə bərabərdir. İkinci hala baxırıq. İkinci halda deyirik, x kiçikdir bərabərdir 0 olarsa, onda olacaq x kvadratı üstəgəl x. Çünki buradan modul x mənfi olacaq. Mənfi qarşıda da bir də mənfi oldu müsbət. Üstəgəlinsin 3x çıxılsın 3 bərabərdir 0. X kvadratı üstəgəlinsin 4x çıxılsın 3 bərabərdir 0. Diskriminantını tapdıq. 16 üstəgəlinsin 12 bərabərdir 28. X1 bərabərdir. Mənfi 4 üstəgəlinsin. Kök altında 28 bizə verəcək 2 kök altında 7 bölünsün 2-ni. Bu da oldu mənfi 2 üstəgəlinsin 2 mənfi 2 üstəgəl kök altında 7. Bu 0-dan böyükdür deyənə bizim həllərə daxil olmayacaq. X2-ni tapaq. Mənfi 4 çıxılsın 2 kök altında 7.
bölünsün 2, bu da bərabərdir mənfi 2 çıx kök altında 7 kiçikdir 0 həllə daxil olacaq. Deməli ikinci qiymətində tapdıq ki, mənfi 2 çıxılsın kök altında 7-dir. Həqiqi köklərinin cəmi lazım idi. 1 üstə gəlinsin mənfi 1 mənfi 2 çıx kök altında 7, bu da bərabərdir. Mənfi 1 çıxılsın kök altında 7, doğru cavab A variantı oldu. 10-uncusu tənişlər sistemini həll edin. X, Y-in qiymətini aparıb yuxarıda yerinə yazdıq. Oldu. X üstəgəl Y bərabərdir 5 vurulsun X çıx Y. X üstəgəl Y bərabərdir 5X çıxılsın 5Y, Y-i keçirdik sol tərəfə. Alındı 6Y bərabərdir 4X, 2-yə böldük 3Y bərabərdir 2X. Buradan X bərabərdir 3K, Y bərabərdir 2K olduğunu qeyd edirik. Aparıb yerinə yazsaq, məsələn tutaq ki, ikinci tənlidə yerinə yazsaq, alırıq ki, 3K çıxılsın 2K bərabərdir 3K vurulsun 2K. Deməli biri 0-dır. Buradan həll edək, təyin edək də. Deməli K bərabərdir 6K kvadratı, keçirdik bir tərəfə 6K kvadratı çıxılsın K bərabərdir 0. K-nı çıxartdığım ötərizə xaricinə 6K çıxılsın 1 bərabərdir 0. K bərabərdir 0, 6K çıxılsın 1 bərabərdir 0-dan da K bərabərdir 1 bölünsün 6. K üçün 2 qiymət təyin elədik. Onda K-nın 0 olan qiymətində X bərabərdir 0, Y bərabərdir 0 alırıq. K-nın 6-da 1 olan qiymətində X bərabərdir 2-də 1, Y bərabərdir 3-də 1 olduğunu alırıq. Deməli 0, 0, 2-də 1, 3-də 1 doğru cavab Y variantı oldu. 11-ci sual. Rəqəmlərinin yerini dəyişdikdə 9 vahid artan ən böyük və ən kiçik iç rəqəmli ədədlərin cəmini tapın. Rəqəmlərin yerini dəyişdirdik. Bizə verilib AB və çıxılsın BA bərabərdir 9. Rəqəmlərin yerini dəyişdikdə 9 vahid artırsa, fərq 9-a bərabər olmalıdır. İndi biz bu ədədləri müəyyənləşdiririk. Deməli olacaq 10A üstə gəlinsin B çıxılsın 10B çıxılsın A. Qarşıda mənfidir deyənə hər ikisi çıxmalıdır, bərabərdir 9. Buradan 9A çıxılsın 9B bərabərdir 9. A çıxılsın B bərabərdir 1. Fərqi 1-ə bərabər olmalıdır. Deməli olacaq bu ədədlər. A çıxılsın B bərabərdir 1 olan ədədlər. 9, 8. Sonra 8, 7. 7, 6, 6, 5, 5, 4, 4, 3, 3, 2, 2, 1. Deməli bu ədədlər 98. Ən böyük rəqəm 98, ən kiçik rəqəm isə 12 olacaq. Deməli artan deyir. Deməli bizdə olacaq 12. Rəqəmlərin yerini dəyişdirdik. Oldu 21. 9 vahid artdı. Ən kiçiyi tapdıq 12-dir. Ən böyüsü isə olacaq 89. Rəqəmlərinin yerini dəyişdik. 9 vahid artdı. Bizə bu iki ədədin cəmi lazım idi. Toplayanda da oldu 101. Doğru cavabımız oldu B variantı. 12-ci sual. Qrafiki təsvir olunmuş fx xətti funksiyasında f-4 və plus f6 ifadəsinin qiymətini tapın. Bu fx funksiyasının özünü qura bilərik. Fx funksiyası bərabərdir kx plus b-dir. Y oxunun kəsdiyi nöqtə 3-dür deyənə fx bərabərdir kx üstə gəlinsin 3-dür. X oxunu kəsdiyi nöqtə 4-dür deyənə x-in yerinə 4, y-in yerinə 0 yazanda doğru bərabərlik alınır. 4k üstə gəlinsin 3. Buradan da alırıq ki, k bərabərdir mənfi 3 bölünsün 4. Onda fx funksiyası bərabərdir mənfi 4-də 3
mənfi 4-də 3 x üstə gəlinsin 3-dür. Onda f mənfi 4-ü tapırıq. F mənfi 4 bərabərdir. Mənfi 4-də 3 vurulsun mənfi 4 üstə gəlinsin 3 bərabərdir 6-dır. F 6-nı tapırıq. Mənfi 4-də 3 vurulsun 6 üstə gəlinsin 3. Bu da bərabərdir. Demək 2, 3, mənfi 4,5 üstə gəl 3 bərabərdir mənfi 1,5. 6 üstə gəlinsin mənfi 1,5 bərabərdir 4,5 olar. Doğru cavab B variantı oldu. 13-cü sual. ABCD paralelogramının A bucağının tənböləni ABCD paralelogramının A bucağının tənböləni BC tərəfini Y nöqtəsində kəsir. AB 9, AD 16 olarsa, BY və SY parçalarının uzunluqları fərqini tapın. Demək, bu tənböləndir. Yəni, bura bir alfa desəm, burada alfa olur. Sonra BC və AD xətləri bir-birinə paralel olan iki düz xət, AY isə bunları kəsən üçüncü düz xəttdə olduğundan daxili çarpaz bucaqların bərabərliyini yaza bilirik. Onda buradakı bucaqda alfaya bərabərdir. BY oldu 9. Bərabər yanlı 3 bucaq olduğundan ABY 3 bucağı. Ümumi BC tərəfi də 16-dır. 16-dan da 9 çıxanda burada qalır 7. Bizə də lazım idi BY və SY parçalarının uzunluqları fərqi. 9 çıxılsın 7 bərabərdir 2 olar. Doğru cavab B variantı. 14-cü sual. Kosinus 2x üstəcə kosinus x bərabərdir 0 tənlinin pi bölünsün 2 pi parçasındakı kökləri cəmini tapın. Deməli, kosinus 2x-in yerinə yazırıq. 2 kosinus kvadratı x üstə gəlin çıxılsın 1 üstə gəl kosinus x bərabərdir 0-dır. 2 kosinus kvadratı x üstə gəl kosinus x çıxılsın 1 bərabərdir 0-dır. Kosinus x-ə bir dənə t deyirik. 2t kvadratı üstə gəlinsin t çıxılsın 1 bərabərdir 0. Diskriminantını tapırıq. 1 üstə gəlinsin 8 bərabərdir 9. Demək t1 bərabərdir. Mənfi 1 üstə gəlinsin 3 bölünsün 4 bərabərdir 2-də 1. t2 bərabərdir. Mənfi 1 çıxılsın 3 bölünsün 4 bərabərdir mənfi 1. Deməli yazırıq. Kosinus x bərabərdir 2-də 1. Buradan alırıq x bərabərdir plus minus arkosinus 2-də 1. Yəni pi bölünsün 3 üstə gəlinsin 2 pi k. Digər tərəfdən bu birincisi, ikincisi kosinus x bərabərdir mənfi 1. Buradan da x bərabərdir mənfi pi üstə gəlinsin 2 pi k. Xüsusi həll olduğundan. İndi pi bölünsün 2 pi parçasına düşən köklərini təyin etməliyik. Bunları təyin edirik. K-nın yerinə 0 yazsaq pi bölünsün 3. Belə deyək. Bura 90 dərəcədir. Burada 360 dərəcə. Bu da olacaq x bərabərdir plus minus 60 dərəcə üstə gəlinsin 360 vurulsun k. Bu da olacaq x bərabərdir 180 üstə gəlinsin 360 vurulsun k. X-in yerinə, K-nın yerinə 0 qiyməti yazsaq, mənfi 60 və müsbət 60 heç biri düşmədi. K-nın yerinə 1 yazsaq, müsbət 60 çıxır bu aralıqdan, amma mənfi 60 olsa, mənfi 60, 300 dərəcə. 300 dərəcə cavablardan biridir. Ki, K-nın yerinə 2 qoysaq, onsuz da heç biri düşməyəcək. Buradan K-nın yerinə 0 qoysaq, 180 ödədi. 180 ödədi. Sonra K-nın yerinə 1 qoysaq, artıq ödəmir. Mənfi 1 qoysaq K-nın yerinə yenə ödəmir. Deməli, 2 dənə cavab təyin elədik. Bunlar oldu 300 və 180. 180 pi-dir. 300-ümüzü də pi-yə gətirsək, 300 vurulsun, pi bölünsün 180. Sıfırlar getdi, 6-ya bölsək. 5 pi bölünsün 3. Üstə gəlinsin pi. Bu da olacaq 8 pi bölünsün 3. 8 pi bölünsün 3. Doğru cavab B variantı oldu. 15-ci sual. Oturacaqları 20 və 60, yan tərəfi 13 və 37 olan trapesiyanın hündürlüyünü tapın.
Deməli, oturacaqları 20 və 60-dır. Yan tərəfləri 13 və 37-dir. Buradan bir dənə hündürlük endirdik. Bura dedik bir dənə x. Buradan da bir dənə hündürlük endirdik. Bura 20-dir. Yəni, bura olacaq 40 çıxılsın x. Bu da h-dır, bu da h-dır. Bu iki dənə düzbucaqlı üçbucağa Pifaqor teoremini tətbiq edirik. X kvadratı üstə gəlinsin h-ın kvadratı bərabərdir 13-ün kvadratı. Digərinə h-ın kvadratı üstə gəlinsin 40 çıxılsın x-in kvadratı bərabərdir 37-nin kvadratı yazdıq. Yuxarıdan h kvadratını gətirib aşağıda yerinə yazırıq. Olur. X deməli birbaşa yazaq da 169 çıxılsın x kvadratı üstə gəlinsin 40-ın kvadratı 1600 çıxılsın 80x üstə gəlinsin x kvadratı bərabərdir 37-nin kvadratı. 1369. Buradan x kvadratları getdi. 80x'i sağ tərəfə keçirdik. 80x bərabərdir. Burada qaldı. Deməli, sol tərəfə getiririk. 1600 üstə gəlinsin 169 çıxılsın 1369. 80x bərabərdir 400. X də bərabərdir 5. X-i təyin elədik ki, x 5-ə bərabərdir. Bizə də hündürlük lazım idi. Buradan, bu üçbucaqdan təyin eləyəcəyik. Demək, h kvadratı üstə gəlinsin 25 bərabərdir 169. Buradan da h kvadratı bərabərdir 144. H da bərabərdir 12 olar. Doğru cavab A variantı. 16-cı sual. 8% 30 kiloqram duz məhluluna 17 kiloqram su, 3 kiloqram eyni duz əlavə etdikdə alınan məhlulun duzluluq faizini tapın. Deməli, duzu surətdə yazırıq, məhlulu. Məxrəcdə yazırıq, vururuq üzə, məhlulun duzluluq faizini alırıq. Bu formada yanaşacağıq. Birinci, 30 kiloqram 8%li duz məhlulunda nə qədər duz olduğunu təyin eləyək. 3 dəfə 8, 24, 2,4 kiloqram duz var. İndi keçirik bu formula. Duzun ümumi kütləsi 2,4 əvvəlcə var idi, 3 kiloqram yeni əlavə elədilər. Ümumi 30 kiloqram məhlul idi. Məhlulun da üzərinə ümumilikdə 3 kiloqram duz və 17 su, yəni ümumilikdə 20 kiloqram əlavə olunub. Vurulsun 100. Bu da bərabərdir. 5,4 bölünsün 50 vurulsun 100. İxtisar getdi 2. 10,8 faizli məhlul alındı. 17-ci sual ifadəsinin qiymətini tapın. Demək, kök altında 16-da 17. Kvadratı çıxılsın 2də 1-in kvadratı. Yəni 16-da 8-in kvadratı. A kvadratı çıxılsın B kvadratı kimi baxsaq buna. Olacaq A çıxılsın B. Yəni 16-da 17-dən 8 çıxsaq 9. Vurulsun 16-da 17-nin üstünə də 8 gəlsə 25. Artıq buradan rahatlıqla hesablaya bilirik. 9-dan 3, 25-dən 5, 16 vur 16-dan da 16 çıxdı. 3 dəfə 5, 16-da 15. Doğru cavab A variantı oldu. 18-ci sual. Düzbucaqlı üçbucağın katetlərindən biri 12, qarşısındakı bucağın sinusu isə 0,6-dır. Bura 12-dir. Sinus alfa isə bərabərdir 0,6, yəni 12 bölünsün 20-dir. Sinus nəyə bərabərdir? Qarşı katetin hipotenuza. Qarşı katet 12-dirsə, onda hipotenuz 20-yə bərabərdir. Bu üçbucağın perimetrini tapın. 12, bura 16 olacaq. Pifaqor üçlüyünə görə. Buradan da perimetri soruşur. 12 üstə gəlinsin 16, üstə gəlinsin 20. 28, 48 doğru cavab oldu E variantı. M-in hansı qiymətində vektorları kollineardır? Kollinear, yəni həmən vektorlar paralel düz xətləri üzərində yerləşir.
Bu da onların uyğun koordinatlarının nisbətinin bərabərliyidir. -3 bölünsün m bərabərdir 2 bölünsün 4. Buradan da 2m bərabərdir -12, m də bərabərdir -6 olduğunu alırıq. Doğru cavab D variantı. Silindrin oturacağının sahəsi, yəni pi r kvadratı 25 pi'yə bərabərdir. Yan səthinin sahəsi 60 pi olarsa onun həcmini tapın. Deməli, buradan pi'lər getdi. R bərabərdir 5 olduğunu aldıq. Bu 1. İkinci, silindrin yan səthinin sahəsi S yan bərabərdir 2 pi r h. Yan səthinin sahəsi bərabərdir 60 pi'dir. 2 vurulsun, pi vurulsun, 5 vurulsun, h bərabərdir 60 pi'dir. Pi'lər getdi. Buradan da 2 dəfə 5, 10, h bərabərdir 6 olduğunu tapdıq. Bu da ikincisi. Bizə lazımdır onun həcmi. V bərabərdir pi r kvadratı vurulsun h, yəni pi vurulsun 25 vurulsun 6, bu da 150 pi eləyər. Doğru cavab B variantı. 21. Limit x yaxınlaşanda 5'ə. X kvadratı çıxılsın 6x üstəgəl 5, x kvadratı çıxılsın 25. Vurğularını ayırdıq. Limit x yaxınlaşanda 5'ə yuxarıda oldu. Deməli, hasili 5 cəmi 6 x çıxılsın 5, x çıxılsın 1. Aşağını vurğularını ayırdıq. X çıxılsın 5, x üstə gəlinsin 5. X çıxılsın 5'lər ixtisar getdi. Qaldı limit x yaxınlaşanda 5'ə, x çıxılsın 1, x üstə gəlinsin 5. 5'i yerinə yazanda məhdudiyyət yoxdur. Deyənə 5 çıxılsın 1 bölünsün 5 üstə gəl 5 bərabərdir 10'da 4. 0,4. Doğru cavab A variantı. 22-ci sual. Ştrixlənmiş hissənin sahəsini tapın. Əyri xətli trapesiyanın sahəsi, yəni inteqralından hesablayacağıq. Buradan x kubu bərabərdir 8, x bərabərdir 2. Kəsişmə nöqtəsini qeyd elədik. Bura 2'yə bərabərdir. Demək, burada bir dənə düzbucaqlı var. Tərəfi 8 və 2 olan düzbucaqlı. Bir də biz bu sahəni tapa bilirik. Bax, bu sahəyə S1 deyirəm. S1 sahəsini necə tapırıq? İntegral 0'dan 2'yə x kubu. Bu da dx, bu da bərabərdir. X kubunun integralı x üstü 4 bölünsün 4, 0'dan 2'yə. 2'ni yazdığı yerinə oldu 16 bölünsün 4, 0 yazdığı yerinə 0 bölünsün 4, bu da bərabərdir 4. Bizə ştrixlənmiş hissənin sahəsi lazım idi. Ştrixlənmiş hissənin sahəsi isə bizə verir. Deməli, S ştrixlənmiş sahə. 8 vurulsun 2, yəni ümumi düzbucaqlının sahəsi çıxılsın S1. 8 dəfə 2, 16, S1'i də 4 olaraq təyin eləmişik, bərabərdir 12. Doğru cavab Y variantı oldu. 23-cü sual. K-nın hansı qiymətində funksiyası üçün f'0 bərabərdir 27 olar? Əvvəl f'(x)-i tapaq. Bərabərdir 3 vurulsun 5 gəldi qarşıya, x minus 1 üstündə 4 qaldı. Çıxılsın 12. 12x'in törəməsi 12'yə bərabərdir. Üstə gəlinsin. K vurulsun. K sabit kimi çıxdı qarşıya. Sinusun törəməsi bizə verdi. Kosinus 6x. Bir də vurulsun 6x'in törəməsi. Bu da 6 eləyər. İndi f'(0'ın 27'yə bərabərliyin yazırıq. 3 dəfə 5, 15 vurulsun. 0 çıxılsın 1 üstü 4. Çıxılsın 12, üstə gəlinsin 6k vurulsun kosinus 0. Kosinus 0 da 1 alır, bərabərdir 27. Deməli 15 çıx 12, 3 üstə gəlinsin 6k bərabərdir 27. 6k bərabərdir 24, k bərabərdir 4. 24-cü sual. A üstə gəl B 7, A üstə gəl C 9, AB üstə gəlinsin AC 30 olarsa. A üstə gəl B-nin hər tərəfin kvadratı yüksəltdik. A kvadratı üstə gəlinsin B kvadratı üstə gəlinsin 2AB bərabərdir 49. A üstə gəl C-nin də hər tərəfin kvadratı yüksəltdik.
a kvadrat üstəgəl s kvadrat üstəgəl 2ac bərabərdir 81. Bunu tərəf-tərəfə topladıq. 2a-nın kvadratı üstəgəl b kvadratı üstəgəl s kvadratı üstəgəl 2 vurulsun ab üstəgəlinsin ac bərabərdir. Deməli oldu 49, 50, 130. 2a üstəgəlinsin b üstəgəlinsin s bizə lazım olan ifadədir. 2a kvadratı üstəgəl b kvadratı üstəgəl s kvadratı daha doğrusu. Üstəgəlinsin 2 vurulsun ab üstəgəlinsin ac 30 verilib. Bərabərdir 130. Bunda 2a kvadratı üstəgəlinsin b kvadratı üstəgəl s kvadratı bərabərdir 130 çıxılsın 60. 130-dan da 60 çıxanda bizə verəcək 70-i. Sual. İlk n həddinin ədədi ortası 2n olan ədədi silsilənin 5-ci həddini tapın. İlk n həddinin ədədi ortası, yəni Sn bölünsün n bərabərdir 2n-dir. Sn bərabərdir 2n kvadratıdır. Bizə də deyir silsilənin 5-ci həddi, yəni A5-i tapın. A5, S5 çıxılsın S4-dür. Bu da bərabərdir. S5 nədir? 2 vurulsun 5-in kvadratı çıxılsın 2 vurulsun 4-ün kvadratı. Bu da bərabərdir. 2 vurulsun 25 çıxılsın 4-ün də kvadratı 16. Bu da bərabərdir 18 edər. 26-cı sual tərəfləri 13, 14, 15 olan üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. R bərabərdir daxilinə çəkilmiş çevrənin radiusu. 2S bölünsün A plus B plus C'dir. Deməli biz buradan S-i təyin eləməliyik. 3 tərəf verilibsə Heron düsturu ilə tapacağıq. Birinci P-ni tapırıq. P bərabərdir 13 üstəgəl 14 üstəgəl 15 böl 2. Deməli bu da oldu 21. S də bərabərdir kök altında 21 vurulsun. 21 çıx 15. 6, 7, 14 çıxsaq, 13 də çıxsaq 8. Bu da bərabərdir 21, 84 edir. Demək bu 21, 7 vurulsun 3, 6, 2 vurulsun 3'dür. 8'i də 2 vur 8, 16, 7 vur 7'dən də 7 çıxdı, 3 vur 3'dən də 3 çıxdı, 16'dan da 4. Demək 7 vurulsun 3 vurulsun 4 bərabərdir 84 oldu. Onda R bərabərdir 2 vurulsun 84. A plus B plus C də bizə verəcək 42-ni. 2, 2 vur 2, 4. 27-ci sual uyğunluğu müəyyən edin. Deməli, uyğunluğu müəyyən edin. AB bir-birinə paraleldir, C1 və C2 kəsəndir. Bura 60, burada 40 dərəcə oldu ondan. Onda alfamız bərabər olacaq nəyə? M qaydasına görə bir tərəfə baxan bucaqların cəmi, digər tərəfə baxan bucaqların cəminə bərabərdir deyənə. Bura oldu 100. Alfa oldu 100. Bura 100'dür. Bura 100'dürsə, buradakı bucaq olacaq 100'ün qonşusu 80. 80, 60 topladıq oldu 140. Onda beta bərabər olacaq 40 dərəcəyə. Çünki üç bucağın daxili bucaqlarının cəmi 180'dir. Sonra 60 ilə qamma daxili bir tərəfli bucaqlar olduğundan cəmi 180'dir. Bu da oldu 120. 120. Uyğunluğu yazırıq. 1'ə uyğun oldu B, 2'yə uyğun oldu 40 Y, 3'ə uyğun oldu qamma 120 A. Iyirmi 8-ci sual. Birinci qutuda 20 qırmızı, 60 yaşıl rəngli top, ikinci qutuda isə eyni formalı 24 qırmızı, 26 yaşıl rəngli top var. Bu topları daha böyük qutuda qarışdıraraq təsadüfi olaraq bir qırmızı və bir yaşıl rəngli top seçdikdə qırmızı topun birinci qutuya, yaşıl topun ikinci qutuya aid olması hadisəsinin ehtimalını tapın.
Bu qutuları qarışdırsaq, birinci qutuda 20 üstəgəl 60, 80. İkinci qutuda isə 24 üstəgəl 26, 50 top var. Yəni ümumilikdə 130 top var. Və təsadüfi olaraq bir qırmızı və bir yaşıl rəngli top seçilib. Yəni 130-dan 2 top götürülüb. Onda mümkün hallarımız 130-dan 2-yə bərabər olacaq. Davamında qırmızı topun birinci qutuya. Birinci qutuda qırmızı top 20 dənə idi və bir dənəsi götürülür. Onda kombinezon 20-dən 1 olur, vurulsun. Yaşıl topun ikinci qutuya aid olması 26-da 1, 26-da 1-ə bərabər olacaq. Bu da bərabərdir. 130-da 2, 130 vurulsun 129 bölünsün 2-dir. 20-dən 1, 20, 26-dan 1 də 26-dır. 130-dan 2 ixtisar getdi. 20 vurulsun 26. 65 vurulsun 129. 65 ilə 26 13-ə ixtisar getsə 2, 5. 5 ilə də 20 ixtisar getsə 4, 1 qalar. Deməli alındı 129-da 8. 29-cu sual, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən hipotenuza paralel müstəvi keçirilmişdir. Hipotenuzun müstəvidən olan məsafəsi 5, katetlərin bu müstəvi üzərindəki proyeksiyaları isə 5 kök altda 3 və 10 cm olmuşdur. Hipotenuzun uzunluğunu tapın. Hipotenuzun müstəvidən olan məsafəsi. Bura 5-dir. Burada 5-dir. Proyeksiyalar. Bura 5 kök altında 3'dür. Burada 5, burada 10'dur. Onda nədir? Bura perpendikulyar endirib də məsafə deyirsə bura perpendikulyardır. Bura 5, burada 10'dursa, onda bura olacaq 5 kök altında 5. 100 üstə gəlinsin 25'dir. 5 kök altında 5. Bura da perpendikulyardır. Perpendikulyar endirildiyindən 5, 5 kök altında 3'dürsə, onda bura olacaq 10. Bizə də hipotenuzun uzunluğu lazımdır. Buna bir x desək, 5 kök altında 5'in kvadratı üstə gəlinsin 10'un kvadratı bərabərdir x-in kvadratıdır. 125 üstə gəlinsin 100 bərabərdir x kvadratı. 225 bərabərdir x kvadratı. X bərabərdir 15. Deməli, hipotenuzun uzunluğu 15'ə bərabər olur. 30-cu sual. İsbat edin ki, tərəflərinin uzunluqları ədədi silsilə təşkil edən düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrən radiusu silsilə fərqinə bərabərdir. Düzbucaqlı üçbucaqda tərəflərinə A, B, C dedik və ədədi silsilə təşkil edir deyənə B-nin yerinə yazdıq A üstə gəlinsin D, C-nin yerinə yazdıq A üstə gəlinsin 2D. Pifaqor teoreminə görə A kvadratı üstə gəlinsin B kvadratı bərabərdir C kvadratıdır. Yəni A-nın kvadratı üstə gəlinsin A üstə gəl D-nin kvadratı bərabərdir A üstə gəlinsin 2D-nin kvadratı olar. Buradan alırıq A kvadratı üstə gəl A kvadratı üstə gəlinsin 2AD üstə gəl D kvadratı bərabərdir A kvadratı üstə gəlinsin 4AD üstə gəlinsin 4D kvadratı. A kvadratları getdi. Burada nə qaldı? A kvadratının biri qaldı. 4AD-ni keçirdik bu üzə çıxılsın 2AD oldu. 4D kvadratını keçirdik bu üzə 3D-nin kvadratı oldu. Bərabərdir 0'dır. Buradan da alırıq ki, vurğularını ayırsaq. A çıxılsın 3D. A üstə gəlinsin D. Bərabərdir 0'dır. Yəni A bərabər olar 3D-yə. A bərabər olar mənfi D-yə. İndi keçirik düstura. Düstur necə idi? R bərabər idi. A üstə gəlinsin B çıxılsın C bölünsün 2 idi. Yəni A üstə gəlinsin B-nin yerinə yazdıq A üstə gəldi. C-nin də yerinə yazdıq çıxılsın 2 çıx 2-dir. Çıx A çıx 2-dir. Bunu C-nin qiymətini yazdıq yerinə. Bölünsün 2. Buradan A-lar islah olundu. Qaldı A çıxılsın D bölünsün 2. A çıxılsın D bölünsün 2. R bərabər
A-nın yerinə mənfi D çıxılsın D bölünsün 2 yazmış olsaq, mənfi 2 D bölünsün 2 bərabərdir mənfi D. D-nin mənfi ədəd olması real deyil. Onda R bərabərdir. A çıxılsın D-də gətirib A-nın 3D qiyməti yerinə yazırıq. 3D çıxılsın D bölünsün 2. Bu da bərabərdir 2D bölünsün 2 bərabərdir D. Deməli, R-in D-yə bərabər olduğunu ispat etdik. İkinci qruplarda situasiya suallarında istifadə olunmuş suallara baxaq. Mağazaya 2 maşınla hər birində 60 yeşik olmaqla alma və armud gətirdilər. Birinci maşındakı alma yeşiklərinin sayı armud yeşiklərinin sayından 9 dəfə çox idi. 2 maşınla birlikdə cəmi 30 yeşik armud gətirilmişdir. Deməli, hər birində 60 yeşik olmaqla alma və armud var. Və birinci maşındakı alma yeşiklərinin sayı armud yeşiklərinin sayından 9 dəfə çoxdur. Demək, birinci maşında x armud var, 9x-də alma var, cəmi 60 yeşikdir. 10x bərabərdir 60, 10x bərabərdir 60, x də bərabərdir 6. Demək, birinci maşında 6 armud, 6 yeşik armud, onda 60 yeşikdirsə 54 yeşikdə alma var. Və ümumilikdə 30 yeşik armud gətirilib deyənə ikinci maşında 24 yeşik armud var. Armud cəmi 60-dır deyənə 36 da alma var. İndi baxırıq, birinci maşınlar neçə yeşik alma gətirilib. Deməli, x üstə gəlinsin 9x bərabərdir 60, 10x bərabərdir 60. Bizə də almanın sayı lazım idi. 9x bərabərdir 9 vurulsun 6 bərabərdir 54 yeşik alma. Oldu birinci sual. İkincisində 1 yeşik alma 20 kiloqram, 1 yeşik armud 30 kiloqram olarsa, mağazaya gətirilmiş armudların kütləsi alma və armudların kütləsinin neçə faizini təşkil edir? Deməli, surətə yazacağıq armud, məxrəcə yazacağıq alma plus armud vurulsun 100 bərabərdir. Deməli, mağazaya gətirilmiş armudların kütləsi. Mağazaya gətirilib 30 yeşik armud. Hər yeşik də 30 kiloqramdır. 30 vurulsun 30. Mağazaya gətirilib 90 kiloqram alma. 90 kiloqram alma. Hər yeşik 20 kiloqramdır və 30 kiloqramda 30 yeşikdə armud hər biri də 30 kiloqramdır. Vurulsun 100 bərabərdir. 30 vur 30 900 1800 üstə gəlinsin 900 vurulsun 100 900 bölünsün 2700 vurulsun 100 sıfırlar getdi. Deməli 9-a bölsək 3 9-a bölsək yuxarını da 9-a bölsək 100 bu da bərabərdir 33,1 faiz. Otuzuncu sual. Mağazadan təsadüfi olaraq seçilmiş bir yeşik almanın birinci maşınla, bir yeşik armudun isə ikinci maşınla gətirilmiş olması. Demək, mağazada ümumi 120 yeşik var. Bundan ikisini götürəcəyik. Birinci maşınla gətirilmiş alma. Birinci maşınla gətirilib 54 yeşik alma. 54 yeşik alma. Bir yeşik armudun isə ikinci maşınla gətirilmiş olması. İkinci maşından gətirilən armud da 24. Kombinizon 24-dən 1. Bu da bərabərdir. 120-dən 2 olacaq. 120 vurulsun 119 bölünsün 2.
da 54 vurulsun 24 bərabərdir. 60 vurulsun 119, 54 vurulsun 24. 12'ye ixtisar aparsaq, burada qalır 5, burada qalır 2. 54 vurulsun 2, 5 vurulsun 119. Yüz on dokuz, 11, 7'ye böldü. 1, 49, 17 yoxdur burada da bölünəni. Deməli oldu 108, 595.